Bir daha salam, çoxdandır görüşmürdük. Digər məsələmiz millət. Bunu getdik bağladıq, bunu bağladıq, bunu bağladıq. Biz bəli, hal-hazırda CRAD əməliyyatları zad eləyirdik. Neynirdik? Get data eləyirdik. Bir də neynirdik? Get product by ID zad eləyirdik. ID-yə görə də. Və amma bu ID-yə görə yalnız nə zaman eləyə bilərik? Əgər mənə belə bir servis verilibsə, düzdürmü? Bəli. Burada nə edirdik? Mənə hər hansısa bir ID gəlirdi. O ID-ni vururdum. Hara? Linkimin arxasına. Ondan sonra nə edirdim? Hə, həmin ID-yə görə gedirdi, element tapırdı və s. və s. İndi biz sizlə eləyərəm. İndi e, bizim bəs digər əməliyyatlarımız qaldı axı. Bizim ümumi REST API üzərindən gedən əməliyyatlarımız adı nə idi? İstənilən API üzərindən. Yəni ki, client-la serverın arasında gedən əməliyyatlar nə idi? CRUD əməliyyatları. CRUD-a nə daxildir? Create var, read var, update var və delete var. Biz bilirsiniz bunun neçəsini bilirik. Bir dənə bunu eləyə bilirik. Read. Ancaq oxuya bilirik. Tamam. Siz də oxuya bilmirsiniz. Hə? Oxumaq sadəcə səndə gedib sorğu atıb gətirməkdir. Bu qədər. Baxın, bunun hər ikisi read əməliyyatı gedir. Bu da read əməliyyatı gedir. Baxın bu. Get all countries. Bunu bağlayaq. Bu da read əməliyyatı gedir. Bu da read əməliyyatı gedir. ID-yə görə də normaldır. Tamam, ikisində də gedirsən, element gətirsən. Biri ID-yə görə read eləyirsən, biri normal read eləyirsən. Yaxşı, bəs bizim digər əməliyyatlarımız, burada create-i də var, delete-i də var, update-i də var. Bunları necə edəcəyik? Birinci olaraq bunları eləməyimiz üçün əlimizdə bizə belə bir servis təklif olunmalıdır. Aydın oldu mu? Yəni biz avtomatik olaraq nə ilə işləyirdik da? İndiyə qədər country ilə işləyirdik. Bizim country hanı? Bayaq gedib fake store. Fetch. Tamam. Turbazda nə yaratma? Burada. Yeni elan. Ay, hə, onunla yaza bilərsən. Bax, tutaq ki, bizdə bu country var da, bu country JSON-umuz həmişəki. Tamam. Məsəl üçün, bunun üzərindən o əməliyyatları eləmək istəyirsən, eləyə bilirsənmi? Birinci buna baxmalısan. Bunu da yoxlamaq istəyirsinizsə, yəni sizə belə bir servis təklif olunubmu, olunmayıbmı? Gedirsiniz, girirsiniz Visual Studio koduma. Tamam. Bayaqki açıldı. Burada sizdə extensionsda burada da var hətta o. Postman deyə bir şey var. Tamam. Bu Postman mənə avtomatik olaraq API üzərindən sorğu atmağıma yarayır. Yəni bizə birbaşa olaraq sorğu atır. Necə sorğu atır? Bunu kompüterinizə də download edə bilərsiniz. Rahat olsun deyə gəlib buradan extensionsdan da yükləyə bilərsiniz. Baxın, buradan da yükləyə bilərsiniz. Avtomatik olaraq gəlir, düşür bura və bura siz girəndə burada görün nə yazır sizdə? New HTTP request. Burada WebSocket-lə də var, nə bilim gRPC ilə zadla da var. Siz hərəlik REST API ilə işləyirsiniz. Gedin normal HTTP request-i buradan atın. Nə deyir bizdə? Baxın. Bura bir dənə deyir ki, enter URL or paste text. Görürsünüz hamınız ekrana. Olsa böyüdüm biraz. Tamam. Deyir ki, bura URL-imi daxil elə. Gəlin mən URL-imi tullayım bura. Bu şeylərdə silək. Deyirəm ki, birinci mənə tutaq ki, get əməliyyatımı ver. Tamam. Baxın, nədir buradan əməliyyat? Get. Tamam. Send eləyirəm. Oba, gördünüz? Nə qaytardı mənə? Birbaşa olaraq body'nin içində, baxın, bizdə request atanda bizə qayıdan response-da bizim datamız demişdik nəyin içində olur? Body'nin içində olur. Header-mızın içində nə olur? Header-mızın içində artıq digər məlumatlar. Hansı tipdə gəlib, content type nədir bunun? Ondan sonra baxın, UTF-8-dən, char setindən tutmuş, type-ına qədər, ondan sonra statusuna qədər və s. və s. Hamısı bunlar olur bizdə nəyin içində? Maxsını da verir. Header-in içində. Hələ header-a çox girməyək. Hə. Bir də ki, gördünüz ki, bizə bu qayıtdı.
Tamam. Get əməliyyatından. Bu bilirsiniz nə edir? Bizdə Postman API-miz bildiyiniz arxada gedib özü üçün buradakı servis yoxdur biz yazdığımız. Bunu özəlliyi yazıb, tamam, bunu özəlliyi yazıb. Sadəcə biz buna send eləyəndə arxada onu işlədir, o function işlədir. Bunu bizə qaytarır. Bildiniz? Yəni gedib onu yazmamışdan qabaq yoxlamaq üçün bunu eləyib. Məsəl üçün delete eləyə bilərsiniz. Delete bizdə nədir? Hə, məsələn get element by ID yoxlayın. Nə? Arxasına get eləyin, arxasına bir dənə ID tullayın. Gəlir? Yoxlan. Deməli belə bir servis yoxdur. Delete yoxlayın. Delete eləyəndə arxasına nə tullayırsınız? ID tullayırsınız. Nə deyir? Gəlir? Verilmir. Yox. Çünki belə bir servisin bizə verilməyib. Aydın oldu uşaqlar. Hə, belə bir servisin bizə nə vaxt verilər? Əlimizdə elə bir, məsəl üçün, avtomatik olaraq hazır API-lər də var, belə servislərlə yazılmış və özümüz də belə bir şey yarada bilərik. Yəni ki, öz datamız əlimizdə olar, servislər arxada yazılmış olar, biz də ekranda bu əməliyyatları eləyə bilərik. Bunu eləməyim üçün, millət, bizdə işlənilən üsullardan biri, ən yaxşısı öyrətməlik metod, bilirsiniz nə var? JSON yazırdınız statik olaraq. Bu JSON-un server JSON. Bu JSON-un server olaraq işləyəni var. Tamam. JSON server deyə bir şey var, millət. Biz əvvəllər bura JSON datası matası zad vururduq. Burada yazırdıq ki, nə bilim, data, nöqtə, nə bilim, JSON, Mason. Bunun içində en qədər data olurdu da, tutaq ki. Neyinirdin? Oradakı datanı gətirib bura vururdun. Buradan da gedib onu işlədir. Və hətta millət, bura fetch atmaq olur, bilirsiniz. Fayla fetch atmaq olur. Bax, bu data.jsonu görürsən, gedib fetch linkin içinə, məsəl üçün, səndə artıq buradan gələcəksə, gedib bu base URL yox, data.json yazanda gedir bu data.json içindən atıb gətirir. Fərqi nədir ki? Yəni ki, ha burada qaldı, ha link olaraq qaldı. İkisi də yəni pəs üzərindən nəvil atmırsan, ikisi eyni məntiq üzərindən işləyir da təxmini. Amma ki, bizdə yəni arxada bizim bir, yəni hostingimiz varsa, serverimiz varsa, bu bir URL üzərinə bağlıdırsa, oradan işləyirsə, niyə ora sorğu atmayaq da? Niyə fayla sorğu ataq? Əgər arxada bir serveriniz yoxdursa, o zaman bunun üzərindən sorğu ata bilərsiniz. Tamam. Nəsə function yazılar orada, alqışlayırlar, fikir verin. Getdiniz bunu data.jsonu eləyək buradan. Gəlin buradan da bir dənə sizə təzə bir dənə keçib təzə bir dənə fayl açaq buradan. Dərs 21. Girdiniz bunun içinə. Tamam. İndi girdik bunun içinə. Hələ heç nə yazmamış. Gedirəm. Mən birinci bunun dokumentasiyasını oxuyuram. Gəlirsiniz, düşürsünüz aşağı millət. Buradan yaxşı dokumentasiya bir sansı idi. Bax, Qaqaşnelə özünün yazdığı. Bax, GitHub-ın özünün üzərində bu JSON server deyə bir şey deploy olunub. Tamam. Mən bura atılıb. Zaten hər şey GitHub-ın üzərindədir. Siz buradan gedib baxırsınız, düşürsünüz aşağı. Qaqaş deyir ki, mən belə bir şey yazmışam. Siz bunu install eləmək üçün bir dənə gedib deyirsiniz ki, npm install JSON server, npm-lə budur, yardımla budur, pnpm-lə budur. Tamam. Gedin npm-lə yükləyin, çox da belə fərq eləmir. Mən bu arada bir dəfə bunu qlobal yükləmişəm. Ona görə mən qlobal yükləməyəcəm. İstəyirsinizsə, siz qlobal yükləyə bilərsiniz. Tamam. Və qlobala yükləyəndə artıq səndə qlobalda qalır da. Yəni görüm qlobalda var məndə. Gedirsiniz bir dənə data, nə deyir? Ondan sonra bunu yüklədiniz. Yükləyəndən sonra deyir db.json deyə bir şey yaradın. Tamam. Ondan sonra db.json içinə deyir ki, get bu datanı at. Yoxlamaq üçün. Atanmadıq. Tamam. Ondan sonra deyir ki, get bu db.json faylını watch elə. Watch elə. Görürsünüz? JSON server /watch db.json. Watch elə nə demək? Yəni avtomatik olaraq siz data.json qoysanız, data.json yazarsınız. Çox bir fərqi yoxdur. Yəni watch elə nə deməkdir? Bunu kodda. Yəni bunu işə sal. Mən də deyirəm ki, yaxşıdır. Getdin, bunu qaldırdın burada. Siz birinci yükləyin. Aydın oldu. Birinci yükləyin sonra.
Gedirəm, baxıram. JSON server, watch db.json, mb.json. Oba! Məndə avtomatik olaraq nə oldu? Qalxdı və görün mənə verdi. Hi. Görürsüz? Əllər zadı var, gözüm öz ağzım zadı belə. Seriozun bir şeydir. Loading db.json done. Done verdinizsə, dedi resources. Baxın sizə avtomatik olaraq 3 dənə link verdi. Resource verdi. Görün nəyə görə verib mənim endpointlərimi? Post deyə bir şey var, comment deyə bir şey var, profil deyə bir şey var. Birinci deyir ki, burada home var. Get deyir birinci gir home-a. Bunu millət kontrol eləyib birbaşa olaraq buradan girə bilərsiniz. Tamam. Kontrol eləyib üstdən baxırsınız. Oba, getdi dedi ki, getdik. Congrats, you are successfully running JSON server, nə bilim nə, resources. Baxın gör nə deyir. Deyir, post, comments, profile. Baxın, post, comment, profile. Sizə avtomatik olaraq servis verir və siz bura girsəz, kommentin içində nə var idisə o. Bura girsəz, postun içində nə var idisə o. Gördünüz millət? Və sizə deyir ki, sənin üçün to access and modify resources, you can use any HTTP method. Get, post, put, patch, delete options. Deyir ki, remote servisi sənin üçün təmin edirəm. Aydın oldu. Documentation readme. Readme yazada ehtiyac yox. Və başqa görək nə deyir bizə. Now if you go HTTP post 1, you will get nə deyir? Deyir ki, əgər buna getsən, postun birincisinə getsən, bunu deyir alasan. Deyir sənə get element by ID də təşkil eləyirəm. Yəni ki, deyir get posta, taxşıda posta məsəl üçün bu qədər olmasın, 2-3 dənə olsun. Tamam. 2, 3. 2, 3. Tamam. Burada bir dənə baxın millət. Bu JavaScript-də problem çıxartmır, amma JSON-un sintaksində belə olmaz. Axırıncını verirsənsə, axırıncından sonra komma olmaz, vergül olmaz. Tamam, silməsən bunu. Bir dənə qaydırsan, baxırsan. Nə oldu? 3 dənə oldu. Bir dənə gedib postun. Gördünüz? Postun. Gördünüz? İndi bunu biraz daha samballı data halına çevirək. Neyniyək? Bizdə Papa John's dataları var idi. Onu bir dənə mən özümə atmışdım. Hardan götürə bilərəm? Sizdə şey datası var idi, bir dəqiqə. Elə dünən uşaqlar yazımdan götürüm. Tam problem yox. Buradan çox əziyyət olmasın deyə bizə GS Mentor 2 yox, Mentor 3 GS girirəm 20-yə, 21-ə bir dənə db.json faylımı açım. Buradan datamı götürüm. Tamam. Amma millət fikir verin. Siz nəyə fikir verin? Yazdığınız struktura. Baxın, bizdə hal-hazırda nə strukturunda olanda bu datanı verir? Baxın, bir dənə obyekt var. Obyektin içində key var, keyin içində value var. Aydın olur. Tamam. Siz artıq bu obyektin içində tutaq ki, belə bir şey olur da birdən. Bunu data deyə ümumi data olaraq bir başlığın altına salırlar. Bunu belə bir başlığın altına salsanız, avtomatik olaraq artıq siz burada təyin eləyəndə, yəni burada gedib eləyəndə post yox, birinci olaraq datanı işlətməlisiniz mütləq ki. Ondan sonra onun altında post və s. və s. Tamam, yazdığınıza görə eləməlisiniz. İndi tutaq ki, bizim datamızı dəyişdiririk, eləyirik bundan. İndi bir dənə bu datamızda baxaq nə var. Baxın, birinci datamızda Papadias var. Bayaq postun yerindədir, yəni indi Papadiasdır. Bunun içində ID ilə tutmuş, title ilə tutmuş, nəyə. Ondan sonra bayaqki datamızda olan comments var. Bir də ki, pizzas deyə bir data var. Gördünüz? Və bunu eləyəndə avtomatik olaraq gedin bir dənə baxın. Görün nə verdi sizdə. Gördünüz? Özü birbaşa refresh atıb bu endpointləri düzəltdi. Dedi artıq məndə oldu. Papadias, comments, pizzas. Gördünüz? Dəyişdi. Və getsəz ana səhifənizə bir dənə qayıdıb baxsaz, burada sizə deyəcək ki, Papadias var, comments var, pizzas var. Gördünüz. Və artıq indi yoxlamaq istəyirsiniz ki,
Sizdə bunun üzərindən get əməliyyatı olur. Get əməliyyatı hardan olduğunu bilirik. Çünki pizzaya basanda bu gəlsə get əməliyyatı var. Tamam. Pizzadan sonra bir basanda bu gəlirsə get element bayaqda əməliyyatda var. Yaxşı, delete əməliyyatının necə olduğunu yoxlayaq. Gedib bayaq sizə göstərmişdimmi Postman? Tamam. Gedib deyərsən ki, Postman sən mən gəlib request atacağam. Bunun üzərindən. Budur. Gəl birinci pizzanı çıxart. Çıxardırmı? Pizza ID-yə görə də çıxart. Onsuz zaten bunların çıxdığını bildik. Tamam. Nə deyir? Deyir çıxmıram. Çünki 2 ID-li pizzam yoxdur. Birini silmişik deyə o dəfə. Gördünüz? Hə. Bir var. Var. Gəldi çıxdı mı? Hə, indi deyirəm ki, Postman, bunu get əməliyyatı yox. Delete edəcəm. Tamam. Pizzasdan bir ID-lini delete edirəm. Baxın ID göndərirəm də, get element ID-yə görə silmək. Send. Oba. Boş bir şey. Amma bax status nədir? 200, okey. Gedib bir dənə də gəl. İndi pizzanı nə edirəm? Get eləyirəm, baxım görüm silindimi? Neçədən başlayır? 3. Bir hələ burada durur. Bir dənə də baxaq. Silmə əməliyyatım var. Var. Geri qaytara bilərsən sən necə? Postdan. Hə. Artıq silmə əməliyyatım varsa post əməliyyatım da olmalıdır. Yəni mən bura nəsə ata bilməliyəm. Hə, post əməliyyatın içində artıq millət sən burdan header'ın içində müəyyən şeylərə diqqət olmalıdır. Əslində body'nin içində nə göndərsən, header avtomatik olaraq bura yazıbdı bu. Baxın, header'ımız verilir bizə. Content type avtomatik öz yazıb. Bunu inşallah sizə deyəcəm. Hələ ehtiyac yoxdur. Body'nin içində nə göndərik biz? Body'də biz artıq ona nəsə göndərməliyik. Düzdürmü? Bizdə body'nin içində deyirəm ki, və millət, bu arada sənə göstərəcəm. Faylimin içindən də sildim. Görürsünüz? Bu çox babat bir şeydir da. Yəni gəlir faylimin içindən edir, qaçır. Və biz bunu görənmirik. Çox qəşəng bir şeydir. Yəni getdi. Yoxdur, 3 sayılı artıq yoxdur faylın içində. Yəni avtomatik olaraq gəlir məndə DBJSON içində. Çünki niyə? DBJSON-u mən artıq serverdə işlədirəm. Qaldırmışam. Gəlirəm bunun içindən post eləyirəm. Nə deyirəm? Deyirəm ki, sən row şəklində gedəsən. Bu da olacaq, nə? JSON row formatında. Gəlirəm bir dənə məndə bir dənə element kopyalayım. Deyirəm məndə burada var idi da. Gəlirəm deyirəm ki, bundan gedəcək. Bu strukturda bir şey. Strukturu düz yazmalıyıq axı. Keylər, value və s. Hamısı düz olmalıdır mı? ID bir ID-li getsin. Pizzalar, cheddar chicken, hash. Hə? Belə bir dənə baxın. İndi hal-hazırda bunu da qoyum belə, açım belə. Nə edirəm? Post əməliyyatı, pizzasa, bunu göndərirəm. Send. Status. Post əməliyyatının kodu. Yadınızda saxlayın. 201. Hələ işinə gəlməyib. Bir dənə baxıram. Pizzası niyə sildim? Pizzas. Get. Gəlmədi. Millət, gəldi. Deyəsən. Bir dənə baxım. Ən axıra baxaq. Nə var burada? Cheddar chicken, hash. Ay, sol. Bir dənə burada baxaq. Gördünüz? Artıq demək olar bütün əməliyyatlarımızı yerinə yetirə bilirik. Amma put qaldı, onda sonra baxarıq. Yaxşı, bunu Postman eləyir, biz kimi atırıq, bunu eləyir. Biz özümüz bunu necə eləyək? Biz özümüzdə Postman kimi, yəni sadəcə biz özümüz nə etməliyik? Əlimizlə servis yazmalıyıq. İndi getdik, Postmandan rahat-rahat qurtardıq. Gəldik bir dənə index.html fayl açdıq. Bir dənə deyirəm ki, JS-in altında məndə script JS deyə bir şey olacaq. Bir də ki, nə olacaq? Servis.
Nə? Hardan yazırıq normalda? Normalda Postmandan istifadə edəcəyik. Yox, Postman səndə bunu yoxlamaq üçün bir şeydir. Əlinlə yazmalısan bunu servisdə. Nə? Hə, bənə yoxlamaq üçün də. Qəribə suallar verir. Deyə niyə silirik? Silmək üçün də qardaş getsin deyə data. Niyə silirik nədir? Əvvəllər niyə silirdin ekrandan hər hansısa bir produktu? Niyə əlavə edirdin? Niyə post edirdin? Camaat niyə post eləyir şeyə, ad neydi? Maşınlı turbaza. Niyə elanı yığışdırır oradan? Hə. Arkada şey yazır, onun prosesini. Servisin yenə backend yazır, üst tərəfi yenə sənlik olur. O qədər kartı kim fetch atıb ekrana çıxartmalıdır? Tamam, onu qoyuruq. Yəni səncə bax, hə. Şuna bax belə yazmalıyıq səncə 3 gündən sonra kartlar silin. Silin. Silinəcək səncə belə? Yox da yəni neynəməliyik? Buna bir servis yap. Hə, yəni nə yazmalısan? Hə. Yox. Yəni postmanla silərsən, yəni hər dəfə girib onu silmək üçün girib postman batmayasan ki. Tamam. İndi gedirik nə edirik? Bunu əllə yazırıq. Nə etməliyik? Artıq promo olaraq deməlisiniz mənə. Const birinci olaraq const base URL. Base URL-də lap gedib buradan belə bir şeydən gətirərəm. Burada mənim bir dənə də config.js'im olar millət. Baxın, burada məndə bilirsiniz nə olar? Const URLs deyə bir burada da nə saxlayaram? Base URL deyə bir şey saxlayaram. Tamam. Və bu base URL-in də value'sunda nə olar? Bizdə base URL nədir? Bu. Tamam. Və bunu da gedib export. Bu əslində bilirsiniz necə olur? Burada base URL deyə bir şey saxlanır. Və bu da ki, əməliyyatlarıma uyğun yazılır. Bu post əməliyyatının link olur. Burada delete əməliyyatının link olur. Tamam. Post olur, get olur. Delete olur. Və takip put olur. Tamam. Bunların hamısının normalda məsələn create'in linki belə olmur da. Bu postun linki başqa olur. Getdə burada məsəl üçün nöqtə create card deyə bir şey olur. Düzdür, bizdə hazır linklər hamısı eynidir. Fikirləşin ki, fərqlidir da. Və belə yazılır. Bunları ayırmaq üçün. Sizdə hal-hazırda fərqli olan məsəl üçün nədir? Sizdə fərqli olan bunların endpointləridir. Papadiasdır, commentsdir, pizzasdır, ayrı-ayrı endpointlərdir. Bunları olaraq yaza bilərsiniz ki, bunlara uyğun olaraq. Bura bir dənə də əlavə tutaq ki, ikinci atasınız ki, tutaq ki, pizza URLs. Pizza URLs. Pizza URLs-in içində səndə burada axırda hamısında nə dayanacaq? Pizza. Düzdürmü? Pizzas. Düzdürmü? Bu da səndə olar Papadias. Tamam. Bu səndə nə olacaq? Budur. Papadiasın altında nə var? Papadias. Bir də səndə bir dənə də olacaq nə? Üçüncü nə olacaq? Comments. Tamam. Comments-də URL eləyim. Burada nə olacaq comments-də bunun yerinə? Comment. Aləm vurduq bir-birinə. Buranı tutdunuz, sadəcə URL-lərə ayrıldıq da. Bizdə post, pushpad, nə bilim, bunlar hamısı eyni URL-dədir. Qalan da URL-lərə ayrıldıq. Buradan bir dənə nə deyərik? Deyərəm ki, export neynə? Sən buradan 3 dənə şeyi mənə apar. Bir nə?
Papadies URL-lerini aparasan, bir pizza URL-lerini aparasan, bir də comment URL-lerini aparasan. Apardın mı? İndi bu servisin içində nə etməliyik? Onları götürməliyik. Birinci deyəcəm ki, məndə const get all tutaq ki da all pizzas deyə bir nəyim var? Functionum var. O functionum məndə nə edir? Deyin, avtomatik olaraq test, tələsik. Nəsib? Try catch, ondan sonra nə edirsən? Const response bərabərdir. Fetch eləyirsən, buraya yazsan, bunu yazırsan. Buraya yazırsan ki, nə? Pizza, düzdürmü? Pizza URL-lerini yazdın və pizza URL-i avtomatik olaraq sənə qaytarır. Pizza URL nöqtə gördünüz necə istifadə olunur. Yəni URL avtomatik olaraq base URL oradan gəlir və nöqtə getlə də sən bunun hansı URL-dən istifadə edəcəyini təyin edirsən. Aydın oldu. Bunun nöqtə getindən istifadə eləmək istəyirəm. Düzdür, hal-hazırda hamısı eynidir bizdə, çox da önəmli deyil. Bunu yazıram ki, if əgər nə bizdə response gəlmirsə, zəhmət olmasa mənə through new error ver. Error ver, gəl denən ki, nə bilim, error request xətası. Xəta, nə bilim, baş verdi. Ondan sonra da bir dənə, məsəl üçün deyə bilərsən ki, status resmətdə status ki, statusda gör ki, nə oldu, nə olmadı. Nədən sonra? Bəli. Okey də qoyuruq bura. Ondan sonra yazıram bura. Bir dənə, bəli, asinxronlaşdıram. Deyirəm ki, async. Burada da sinxronlaşdıram. Await. Ondan sonra gəl zəhmət olmasa const datam bərabərdir məndə. Nə? res.json. Ondan sonra da return elənəyi məndə datanı. Burada da gəlib nə deyirəm? Burada da nə deyirəm? Görürsünüz, nisbətən belə servislər yazanda avtomatik olaraq artıq hər yerdə eyni şey eləyirik. Və hər dəfə yazanda Lalə, əliniz öyrəşsək yazmağa. Düzdürmü? Yəni, promoya avtomatik yazmağa başlayasınız. Yəni, məntiqini tutmuşsunuzsa, şey qutardı getdi. Get pizzas var. Bir dənə də var məndə nə? Get pizzas by ID. Tamam. Get pizzas by nə? ID. By ID nə edir məndə? Artıq bu ID qəbul eləyəcək. Yenə get işləyəcək. Amma arxasına nə götürməlidir? Bir dənə ID götürməlidir, düzdürmü? Buradan da mənə gələcək nə? Bir dənə ID. Budur. Get pizza by ID. Düzdür? İndi bunları da nə edəcəyik? Bunları da bir dənə exporta salırıq. Deyirik ki, get all pizzasdır. Get pizzas by ID-dir. Hamısına zəhmət olmasa, mənə o tərəfə göndər. Ondan sonra bizdə konfigimiz hazırdır, servisimiz hazırdır. İndeksimizin içində nə qaldı yazmaq? Bir dənə bunları nə etmək? Bir dənə tailwind'i qoşarsan, tez bazar. Deyərsən ki, qardaş, script. Tamam. Body'nin içində gəl. Denən ki, div məndə ID, cards deyə bir şey olacaq. Kartımızın içində bu pizzas olsun. Pizzas deyə bir şey olacaq. Bu pizzalarımın içinə gələcək. Burada da bir dənə class verirəm. Nə deyirəm? Flex'dir. Justify center'dir. Items center'dir. Gap'dir. Payclick'dir. Ondan sonra flex wrap'dir. Nəsə unutdum, məncə yox. Bir dənə də bu ID-də gedib deyərsən ki, script, zəhmət olmasa məndə function olacaq. Nə? Tutaq ki, məndə olacaq get pizzas functionu function. Bu function özü senkron işləməlidirmi? Tamam, bu function özü məndə hansı function işlədəcək? Hansını işlədəcək millət? Ayşə, get all pizzas. Deyəcəm ki, const məndə data bərabərdir. Get all pizzas.
deyə bir şey gələcək məndə servislərdən və sən bunu gözləyəsən, ondan sonra da loqa bir dənə datamı verəsən. Bir də ki, let datada burada bir dənə belə bir şey təyin edeyim. Vso, onu da biraz ayıraq. Bura bir dənə də nöqtə JS yazıram. Ondan sonra da bir dənə də bura function qoyuram. Baxalım, await şey çıxardır. Baxın. Deyir ki, await face has no effect. Gördünüz? Yəni deyir ki, bu function olsun ki, bunun effekti olsun. Ondan sonra da get pizzası bir dənə burada çağırıram. Ondan sonra nə edirəm? Bir dənə nə edirəm millət? Nəsə eləyəcəkdim. Hə, bir dənə burada skriptlərə nə verirəm? Hansı skriptin verməliyəm bura? Sırıcı JS-in içindəki script.js bir dənə nə? Type modul yazıram. Ondan sonra girib baxıram ki, hələ heç live verməmişik. Girib baxıram ki, live verim görüm işləyir nəsə. Yoxsa nəsə problem var. Bir dənə konsola qaçırım, baxıram ki, məndə nə gəlib? Fail mail gəlib, çünki config.js yazmamışıq burada. Vso. Datalarım gəldi mi? Gəldi. Datalarım gəlsə bunları ekrana çıxartmaq nədir? Heç nə. Mambaya girdin, komponentə girdin, kartlara girdin. Ondan sonra bir dənə buradan getdin, HTML kartlarımı kopyaladın. Gəldin, nə dedin? Skriptin içində məndə artıq bir dənə də print pizzas deyə bir function olacaq. Bu function'ın məndə nə edəcək? Bu function'ın məndə mütləq ki, burada işləyəcək. Ekrana kartlarımız gələndən sonra mən də burada pizzas deyə bir şey var. Onun içinə gəlib quşlayacaq da. Millət, normalda burada məsəl üçün pizzas yazanda avtomatik olaraq gedirdi, biz təyin eləməsək belə, get element bayad eləməsək belə, gedirdi yuxarıdan tuturdu. Yadınızda artıq tutmayacaq. Çünki niyə? Modulun içərisindədir, dokumentə qalxıb axtara bilmir. Ona görə mütləq şəkildə təyin eləməlisiniz. Gedib deyirsiniz ki, dokument birinci zəhmət olmasa datamı nə edirəm? For each eləyirəm. Avtomatikin yoxdur, var. Element qalsın. Pizzas amma tutaq da birinci document.get element bayağı idi. Pizzas deyə bir şeyin nöqtə inner HTML-nə plus bərabər eləyəcəm. Bundan. Tamam. Və bir dənə gedirəm, deyirəm ki, sənə item.image çıxart. Image idadır, bizdə şeydə. Nöqtə image. Bir dənə baxıram. Pizzaya baxıram. Image idi, bir də name var idi. Bir dənə də buradan name çıxartsaq olar necə? Super. Bir dənə də item nöqtə nə çıxardıram? Nöqtə name çıxardıram. Vso, bir dənə gedib baxıram ekranıma. Impromise item is notified. Çünki element. Element yazmışıq bura. Görürsünüz. Bura item yazmışıq. Element yazıram. Vso. Get hamısı gözəl şəkildə çıxdı. Baxın, hamısı buradadır. Hətta cheddar chicken xaş belə buradadır. Baxın. Cheddar chicken xaş. Bizdə get element əməliyyatımız işləyir. Get element by ID işləyirmi, işləmirmi? Ürəyiniz istəyir, onu da yoxlaya bilərsiniz. Necə yoxlaya bilərsiniz? Bir dənə bunu göndərəndə içinə nə yollayın? Tutaq ki, ID yollayın da. Neçə nömrə? Bir nömrə. Ondan sonra konsoloqa datanı ver. Tutmazsa bu. Index. Get all pizzas çağırmıram da təbii ki. Hansıdır? Hansı çağıram? Get pizzas by ID. Tamam. Baxın. Gördünüz? Gətirdi. Yəni bunu da harda işlədirdik? Detail səhifəsində bilirikmi? Düzdür? Buna ehtiyac var yazmağa təzədən? Yoxdur. Biz keçək əsas bilsiz nəyimizə? Necə delete eləyirik? Tamam.
Kartlarımız var. Altına bir dənə gəlib qoyaq, nə? Gəlib yazıram ki, .delete yazıram. Nə? Buttonumuz olacaq. Bu da delete olacaq. Bu da class olacaq. Bu bıcı dedi olsun zəhmət olmasa. P2 olsun. Ondan sonra bir də rounded olsun. Təxmini bir 5 piksel ki normal görsənsin. Bir də ki border'ın olsun. Hə. Border'ın olmasa da olar aslında. Delete var. Tamam. Və bu delete'imi nə etməliyəm? Gedib deməliyəm ki, delete sən on click. Handle delete. Deket. Getdim burada handle delete'imi yazdım. Ondan sonra gedib nə edirəm? Deyirəm ki, function handle delete. Tamam. Bu handle delete nə etməlidir millət? Tamam. Bizdə bir dənə yazılmış servisimizin içinə, məsəl üçün ID yollamalıdır, o da silməlidir. Tamam. Gedək bir dənə də delete yazaq. Delete servis. Oxşar bir şeydir, oxşar bir şeydir. Deyirəm ki, delete pizza by ID. Mən yenə ID gəlməlidirmi? Gəlməlidir. URL-imin arxasına ID getməlidirmi? Getməlidir. Bunun ürəvi istəyir, gedin delete edin. Taktisdə fərqlidir daha. Gəlməlidirmi? Bunun arxasına bu getməlidirmi? Getməlidir. Yaxşı, bu hardan biləcək ki, bu siləcək bunu? İkisində də eyni əməliyyatı elədim. Tamam. Məsələ buradadır. Başa düşdünüz nə deyirəm? Yəni ki, bu pizza ilə pizza by ID eyni servis. Tam olaraq eyni şeyləri eləyirik da. Yəni arxasına link qoyur. Bu hardan bilir ki, mən arxama məsəl üçün 3 deyə bir şey gələndə bir dəfə ID-ni verməliyəm. Bir dəfə amma silməliyəm. Tamam. Sırf ondan ötürü bizdə fetchimizdə ikinci bir dəyişən var. Bax, bu fetchimizin içini görürsünüz. Bura bir dənə virgül qoyursunuz. Tamam. Bura ikinci bir dəyər qəbul edir bizdə. Bu bir obyektdir. Və sən bu obyektin içində request-i və aid nə varsa, onu göstərə bilirsən. Header olsun, body olsun. Aydın oldu. Və bizə lazım olan metod olsun. Sən buna deyərsən ki, məndə metod delete metodum icra olunacaq. Aydın oldu, necə ayrır? Sən artıq birbaşa olaraq deyirsən ki, bu fetchim delete metodunu icra eləyəcək. Ha, aydın oldu. Bura get də yaza bilərsən. Amma zaten statik olaraq getdi deyə məsəl üçün yuxarıda yazmırıq. Aydın oldu. Post olanda inşallah post yazır. Yazdıq ki, delete. Tamam. Delete eləməliyiksə biz buradan nə göndərməliyik buna? Handle delete bizdə bir dənə yığışmayın. Element nöqtə ID göndərir. O ID gəlir buradan qəbul olunur və bizdə nəyin içinə gedir? Delete pizza by ID gedir deyir ki, sən içinə ID göndərəcəm. Aydın oldu. Sən silin. İşte bundan ibarət. Başqa nəsə ehtiyac var? Tamam. Baxın, handle delete nədir? Bozuntul. Niyə? Çünki window function olmalıdır. Modula görə. Window.handle delete bərabərdir. Aydın oldu. Bunu da belə yazırsınız. Çünki dokumentimin içində təyin olunur. Qalxa bilsindir. Ürəyi istəsə, məsəl üçün, bura bir dənə yazarsınız ki, async await, zəhmət olmasa bunu gözlə, silinəndən sonra mənə loqa ver ki, uğurla silindi. Tamam. Ya da ki, şey verə bilərsən. Warn verə bilərsən. Şey də verə bilərsən. Yuxarıdan nə çıxardırdım? Alert də verə bilərsən. Silinəndən sonra denən ki,
window nöqtə alert nə? Uğurla silindi. Tamam. Gedirəm elə baxıram görüm silinirmi? Aydın oldu. Bir dənə gedirəm çedarın üstündən vururam. Uğurla silindi. Gördünüz getdi. Aydın oldu. Meksika. Bunun yerinə window alertin yerinə şey daha qəşəng idi. Console nöqtə warning çap konsolda. Baxıram. Hə, bu hal-hazırda çıxmayacaq millət. Bizdə delete metoduna görə avtomatik olaraq fikir verin, biz şeyi belə tənzimləmirik. Ekrandan bunu silməyi belə tənzimləmirik. Delete metoduna görə avtomatik olaraq refresh verir hal-hazırda. Amma ki silmə əməliyyatımız işləyirmi? Görsünüz işləyir. Və avtomatik olaraq məndə bu hardan da silinir. Birbaşa gedib baxsaz, millət. Hardan silinir? Failin özündən də birbaşa olaraq gedir. Baxın, burada 4 olaraq Adana kebabı silsək buradan. Adana kebabımız getdi. Gördünüz mü? Delete əməliyyatı bu qədər. İnşallah gələn dəfədə postlu, putlu, pəşli bu əməliyyatları işləyəcək. Sağ olun, gələn görüşlərə qədər. Bundan sonra nə fotoğraf işləyirsə, nə saytırsa bunları edirsiniz.